Değerli izləyicilərim, bu gün də sizlərə Maçlar qəsəbəsində 2 sotun içərisində belə bir 4 otaqlı, tam təmirli evlə tanış edirəm. Deyə bilərsiniz ki, o birisi evi çəkilişdə eləmişdik. Səhifəmizdə digər evin də videosu var. Daxil olub səhifədən izləyə bilərsiniz. Bu evin də çəkilişdə gəlmişik inşallah. Yerləşmə yeri, yəni dediyimiz kimi Maçlar qəsəbəsində təbii ki və Məmmədiyar dairəsinin yaxınlığında. Əsas magistral yoldan da 350, maksimum 400 metr məsafəsi var. 2 sotun içərisində belə bir gözəl, göyçək, tam səliqəli şəkildə təmiri olunmuş, tikilmiş evdir. Həyətə də rahatlıqla bir neçə maşın yəni daxil ola bilir. Evin ön hissəsi teraslıdır. Yerdən hardasa 8-9 daş üstündə kürsülüdür. Alt hissəsi də padvaldır. Gördüyünüz kimi də qardaşım zəhmət olmasa çək təqdim elə dəyərli izləyicilərimizə. Belə bir geniş padvaldır ki, yəni bütün otaqların alt hissəsini gəzmək mümkündür. Qazı, suyu, işığı, kommunal cəhətdən hamısı var və daimidir. Evin ön hissəsində belə bir kiçik torpaqlıq sahəsidir. Burada görürsünüz ki, bəzək gülləri falan hamısı əkilib, səliqəli şəkildə. Keçək indi evin otaqları ilə tanış olaq. Birinci sizə bura təqdim edeyim ki, belə bir gözəl, geniş terası var buranın. Yəni əsl samovarı dəmləyib içmək üçün olan məkandır, belə deyək və mətbəxdən də birbaşa terasa çıxışı var. Yəni buranı çəkək inşallah. Və onu da qeyd edin ki, mətbəx mebeli evin üstü hədiyyədir ya. Yəni ki, onu da qeydə alaq inşallah. Keçirəm indi evin içərisinə, otaqlarına. Bir də həyəti qardaşım ümumi göstərdiyi yağlı, keçdi evin içərisinə. Bura evin hol, yəni koridor olan hissəsidir. Belə bir koridorudur və buradan koridordan bu hissədə sağda mətbəxdir. Yəni o hərfdən çəkmişdik. Buradan təqdim edək dəyərli izləyicilərimizə. Belə bir mətbəxdir və mətbəx mebeli gördüyünüz kimi tam səliqəli şəkildə quraşdırılıb və bunlar gördüyünüz hamısı üstündə hədiyyədir bu evin. Keçək digər otaqlara. Buradan birinci əsasən bu otaqdan başlayaq. Bura belə bir kiçik olan uşaq otağıdır, belə deyək, yataq otağıdır. Kiçikdir ölçü olaraq. Və belə gördüyünüz kimi səliqəli şəkildə qapılar da gördüyünüz hamısı vurub dizayn, hamısı yerli yerində gözəl bir qapılar da quraşdırılıb. Və buradan sağda yerləşir qonaq otağı. Qonaq otağı da genişdir maşallah gördüyünüz kimi. Şəbəkə stil pəncərələr yerli yerində. İstilik sistemi kombi. Xətlər çəkilib. Bütün otaqlar daxil. Hamısında kombinin xətləri mövcuddur. Ev özü də cütdaşla inşa olunub. Yəni keyfiyyətli materiallardan istifadə olunub təmirində. Bu hissədə isə qalır 2 yataq otağı. Birincisi digər bir yataq otağını sizə təqdim edeyim. Burada digər bir yataq otağıdır. Cütdaşdır. Və burada da sonuncu digər bir yataq otağı hörmətli izləyicilər. Ev ümumilikdə 3 yataq, bir qonaq otağından ibarətdir. Və sonda da burada sanitar qovşaq və hamam otağıdır. Gördüyünüz kimi asma tavanına qədər səliqəli şəkildə quraşdırılıb və aksesuarlar da ev sahibi tərəfindən quraşdırılıb tam hazır vəziyyətdə təhvil verəcək gördüyünüz bu ev. Sənəd paket qupçadır, evin də, torpağın da çıxarışı xüsusi mülkiyyət. Qiymət isə deyilir gördüyünüz bu evə 115.000 manat. Real alıcıya sahibi tərəfindən təbii ki endirim var. Əgər siz də bu və bunun kimi digər evlərlə, torpaq sahələrlə tanış olmaq istərsəniz, səhifəmizə daxil olub baxa bilərsiniz. Bizdən unutmayın, sağ olun.